Çoxdandır vloguma belə başlamırdım. Səhər işə gedəndə hər dəfə hazırlaşanda vlogumu belə başlayırdım. Bir müddətdir ki, belə vloga başlamıram. Uzun müddətdən sonra geri qayıtdım. Saçımı axşam hörmüşdüm. Dedim qoy hörüm. Belə olsun. Biraz iri hörüklər götürəndə yaxşı olur. Görə də saçımı xırda düzəldəcəm. Daraqla buradan keçim. Всё. Səhər yuxudan oyana bilmirəm. Elə əziyyət çəkirəm. Bu Tanani'dən elə də xoşum gəlmədi. Təriflədikləri kimi deyil. Bəlkə də orijinal deyil. Mən Trendyoldan zakaz vermişəm. Trendyolda da bəzi geyimlər keçən zakaz verdim. Xoşuma gəlmədi. Bir damıca vurmuşam, görün necə olur. Neçə müddətdir işə gedirəm. Səhər makyaj eləmirəm. Dedim biraz dərim özünə gəlsin. Hələ vururam. Daha yaxşı olur. Bu yaxşıdır, tündləşdirir. Elə biləm ki, tananim çox ağdır. Göz altını ben Tanani kimi kadar istifadə elədim. Bitirdim. Dibində qalıb dedim o tam bitirim. Alacağım təzəsin. Nəsti, çox olsuz. Ben sadə makyaj eləyirəm. Uşaqlar yatıb, rahatam. Nilay tətildir. Rahimi də onu görüb bağçaya qoymadım. Qoy otursunlar evdə. Hər yerdə virus var valla. Bağçaya da gedəndə xəstələnir eləyir. Virus var. Bir həftə qoy olsun evdə. Bacısından. İşdən gəlirəm, qaçıram evə tez. Biləm evdədirlər. Rahat olur mənə də elə. Başımı neçə vaxtdır laminasiya elətdirmirəm. Ad günüm yaxınlaşır, dedim ki, elətdirərəm laminasiya. Yana yaxşıdır, yayılır, yumuşaqdır. Mən Nivea'nın bunu vururam. Yumuşaldıca. Çünkü səhərdə soyuqdur. Dodağım qabıqlanmasın deyə. Всё. Hazır. O gün aldığım jeans. Çok qəşəng kalır. Всё, hazıram. Gedim işe.
Çalışacağım ATV-dən də nəsə çəkə bilim. Gəldim, çıxdım işə. Qaça-qaçla gəlmişəm. Gecikirəm işə. Qalxım yuxarı. Ya, çatdım. Yoksa sevgim uzaktan gelmiş, bana hediye bir semalardan. Ah Tanrım, sen çıkardı karşıma hardan. Gözlerim göre. Bir şu tardır. İş yoldaşım gözlerim ondan gideceğim eve. Gelsin. Ne kadar boşum var. Makyajım yaxşı alır. Niye çıkmırsan oraya? Yeni vlogumda xoş gördük. Neçə müddətdir vlogumda səsləndirmə etmirdim. İstədim ki, bu dəfə səsləndirmə edim. Mən hər gün eyni işləri görürəm. Ona görə də vloglarım bir-birinə bənzəyə bilər. Çünki həyatımda da bütün günü qaça-qaçda oluram. İşə gedirəm, sonra da gəlirəm, evdə işləyirəm. Məni ən çox nəyə görə izləyirsiniz? Vloglarımda daha çox hansı mövzuları və nələri görmək istəyirsiniz? Fikirlərinizi rəylərdə yazın, oxuyacağam. Bilirsiniz ki, ümumiyyətlə həmişə bütün şərhlərimi oxuyuram da cavablandırıram. Çünki sizin şərhləriniz mənə motivasiya verir. Dünən evdə qonaqlarım var idi. Qonaqlarım deyəndə ki, ailəvi dostlarımızdır. Arada biz onlara gedirik, arada da onlar bizə gəlir. Gecəyə kimi oturub, söhbət eləyirik, çay falan içirik, yeyirik. Gec olduğuna görə qabları yumamışam. Hamısını elə hazır belə qoyub səhərdə durub işə getmişəm. Düşündüm ki, gedim yatım, səhər tez dururam deyə birdən yatıb qalaram. Səhər işdən gələndə də bütün təmizlik işlərimi görərəm, elə vlogda da çəkərəm. Bütün qızlarda olduğu kimi məndə də WhatsApp qrupları var. Sinif yoldaşlarımla olan qrupda həmişə qızlarla danışanda mən deyirəm ki, qablarımı yuyuram falan, saxlamıram, neynəmirəm. Onlar da mənə bəziləri daha çox qaynana ilə yaşayanlar deyir ki, yaxşıdır da tək olanda yoruldunsa qablarını saxlayıb səhərdə yuya bilərsən. Ancaq qaynana ilə yaşayanda elə olmur. Məcbursan ki, qabları süfrədən yığan kimi yuyasan. Sonra qaynana deyinir. Mənə bu söhbətlər çox qəribə gəlir. Bilmirəm, tək yaşayıram. Bəlkə elə düşünürəm. Mən də qaynanamla olsaydım, o da deyərdi. Qaynanamla bir yerdə yaşadığım vaxtlarda açığı bizim belə ev söhbətləri olmayıbdı. Hamı kimi biz də problem yaşamışıq, ancaq bizim problemlər biraz fərqli mövzularda olubdu. Nə də böyüdüyüm evdə nənəmlə anam bir yerdə yaşamışıq. Onlarda da belə bir mübahisələrin olduğunu görməmişəm. Evdə bütün işləri bərabər görüblər nənəmlə anam. Nəsə bir iş görəndə nənəm deyibdi ki, ver istəyirsən mən davam edeyim, sən get o birisi işi gör. Ya nə isə bir işi görüm, mamam tək görüb, gəl ona kömək eləyib, gəl mən də sənə kömək eləyim. Yəni həmişə belə bölüşmüşük. Açığı bizim evdə belə ucuz söhbətlər olmayıb. Edənlərə də yaxşı baxmıram. Çünki gəlin də evdə qulluqçu deyil, robot da deyil. Təbii ki də gəlin də öz işini bilməlidir, təmizliyini falan. Yəni bunlar kimsə deməklə yox da, amma nə bilim, bəzi söhbətlər mənə çatmır. Bilmirəm sizdə necədir, siz necə yaşayırsınız, tək yaşayırsınız, yoxsa qaynananızla? Sizdə vəziyyətlər necədir? Ev işləri üstündə problem yaşayırsınız? İndi mən bütün qablarımı yığıb saxlamışam axşamdan. İndi başlayıram yumağa. Belə momentdə qızların sözü yadıma düşür. Onlar mənə deyirdilər ki, qaynana olmayanda rahat olur. Qaynana olanda isə qabları tez yumaq lazımdır. Yəni yuxun gözündən tökülsə də o qablar yuyulmalıdır. Hər dəfə belə bir məqamlar olanda qızların sözlərini xatırlayıram. Deyirəm doğrudan görən onlar belədir. Düz mən hər dəfə qablarımı səhərsi günə saxlamıram. Dediyim kimi dostlarım gələndə gecə 2
kimi yemək yeyirik, nə bilim meyvə yeyirik, semiçka çıxdırırıq, çoxlu çay içirik. Onlarla bərabər vaxt keçirirəm deyə qablar qalır. Yatmalıyam ki, səhər də işə getməliyəm. Ona görə səhər yuyuram. Yəni çox da belə işlərimi səhərə saxlamaram da. Çirkli qab xuna da saxlamaram. Olan kimi də yuyuram. Ümumiyyətlə mən təmizliyi sevirəm, səliqəni sevirəm. Bu evi nə qədər təmizləməyə çalışsam da, səliqəli saxlamağa çalışsam da, heç cür səliqəli görsənmir. Ona görə çox yorulmuşam bu evdən. İnşallah ki, bu evdən köçmək istəyirəm. Yaya qədər yəqin ki, köçərik öz evimizə. Mənim də özüm doğru, komfort, rahat bir düzen quraram. Buranı da tozsoranlayandan sonra başlayacağım qablarımı yumağa. Sizdən də bir xahişim olacaq. Əgər kanalıma abunə olmamısınızsa, kanalıma abunə olun. Vloqlarımı da yaxınlarınızla paylaşın. Mənə dəstək olmağı unutmayın.